Mən həkim olmağa hazırlaşıram. Bu cümləni ingilis dilinə tərcümə edək. Əvvəlcə mübtədam mən ingilis dilində olacaq I. Xəbərim hazırlaşıram. İngilis dilində nə isə hazırlaşmaq to be going to ifadəsi ilə verilir. Misal üçün, həkim olmağa hazırlaşmaq, müəllim olmağa hazırlaşmaq. I am going to be a teacher. Bu şəkildə verilir. To be dedikdə, to be'nin formaları nəzərdə tutulur. Əmizlardan biri. I şəxs əvəzliyi ilə am işlənər. I am, daha sonra going to'nu olduğu kimi yazırıq. I am going to olmağa be, həkim peşə adıdır. Peşə adlarının qarşısında isə mütləq qeyri-müəyyənlik artiklı işlənər. To be a doctor. Mən həkim olmağa hazırlaşıram. I am going to be a doctor. Siz də nəsə hazırlaşıram bu tipli cümlə qurmaq istəyəndə to be going to ifadəsindən istifadə edə bilərsiniz.